Salam, hər vaxtınız xeyir olsun. Bu gün dadına doyum olmayan, ətirli, dadlı, bol bərəkətli ərikli piroq hazırlayıram. Qaba otaq temperaturunda olan 4 ədəd yumurta, 200 qramlıq stəkan ölçüsü 2 stəkan şəkər tozu əlavə edib mikserlə qabarına qədər çalırıq. İstifadə etdiyim ərzaqların miqdarını videonun açıqlama hissəsinə qeyd etdim, buyurub baxa bilərsiniz. Yumurta və şəkər tozu yetər qədər qabardıqdan sonra mikseri söndürmədən alınan kütləyə 200 ml süd əlavə edib yenə də mikserin aşağı sürəti ilə çalmağa davam edirik. %150 ml duru yağ əlavə edirəm və yenidən bir qədər çalıram. Quru ərzaqları əlavə edərkən mikserdən istifadə etməyə ehtiyac yoxdur. Öncə 1 stəkan un, qabartma, vanil əlavə edirəm. Siz də çalışın mənim kimi quru ərzaqları əlavə edərkən ələkdən istifadə edin. Kütləni söndürmədən gördüyünüz qayda ilə qarışdırırıq. Daha 1 stəkan un əlavə edirəm. Daha 1 stəkan un əlavə edirəm. Ümumilikdə piroqun xəmirində 3 stəkan undan istifadə etdim. Eyni qayda ilə kütləni söndürmədən qarışdırmağa davam edirik. Havalı, gözəl bir xəmir alındı. Xəmiri qoyuram kənara, digər tərəfdə isə öncədən yuyub quruladığım əriklərin tulunu çıxarıram və 2 hissəyə ayırıram. Şirin və yaxşı yetişmiş ərikdən istifadə edirəm. Piroqun üzərində istifadə etmək üçün umac hazırlayırıq. 3 xörək qaşığı un, 2 xörək qaşığı şəkər tozu və 3 xörək qaşığı bitki yağını qaba əlavə edib öncə qarışdırıram, ardından əlimlə umac hazırlayıram. Piroqda istifadə edəcəyimiz bütün ərzaqlar hazırdır. Umacda gördüyünüz qayda ilə hazırladıq. Soba tavasını duru yağla yağladım və xəmiri tavaya əlavə edirəm. Xəmir bir qədər havalı, həm də qat xəmir olduğundan silikon qaşıqla tava boyunca bərabər yayıram. Hazırlamış olduğum umacın bir qismini piroqun üzərinə əlavə edirəm. Və ərikləri piroqun üzərindən yığıram. Siz əriyi piroqun üzərinə deyil, içərisinə də xırda-xırda doğrayıb əlavə edə bilərsiniz. Çox gözəl bir piroqdur. Sanki ərik deyil də, ərik cemindən istifadə etmiş kimi bişdikdən sonra ətir, qoxu, dad gəlir. Geri qalan umacda piroqun üzərindən əlavə edib öncədən isidilmiş sobada 180 dərəcə temperaturda piroqu bişirib hazırladıq. Piroq tam soyduqdan sonra dilimləyib süfrəyə verə bilərsiniz. Ətirli, dadlı, yumşaq və ən əsası bol bərəkətli bir piroqdur. Sizlər də könül rahatlığı ilə hazırlaya bilərsiniz. Dəyərli izləyicilərim, belə asan, gözəl reseptlərdən anında xəbərdar olmaq istəyirsinizsə kanala abunə olmağı unutmayın. Hələlik.